oyanmır, hərəkətə keçmir. Heç hər adamda da yoxdur, amma mütəllim müəllim deyir ki, sonda yenə də bir buraxırıq biz bunu insanların vicdanına. Bir məsələni qeyd eləmək istəyirəm. Səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi agentliyi, standartlaşdırma belə deyək də qurumları. Bunlar hamısı müştərək bir iş həyata keçirməlidir. Biz ortalığa qoymalıyıq ki, bəli, bizim son 30 ildə apardığımız araşdırmalara görə, çünki xarici araşdırmalar da belə olur. 3 milyon nəfər arasında aparılmış araşdırmaya görə süd məhsullarından kənddə istifadə edənlərdə bu göstəricilər, məsələn, böyrəyində filan şeylər tapılıb, qaraciyəri belə. Çeşidləmə olsun deyirsiniz yəni. Çeşidləmə olsun. Bir də biz əgər o belə deyək də məhsulları yığışdırmaq istəyiriksə, biz araşdırma nəticələri qoymalıyıq. Doğrular olsun. Real. Çoxdur, saxta da var. Bugün çeşidlər həddindən artıq çoxdur. Girirsən süd məhsulu almağa, gözün qamaşır, çoxdur. Amma çoxluğun içində mən bəlkə də 1 saat orada axtarış aparmalıyam ki, bildiyim marka varsa təbii ki, bildiyim markanı götürəcəm. Yoxdursa başqa bir ağız dadımı dəyişmək istəyirəm. Görürəm ki, hərəsində bir nöqsanlar var. Tərkibi də çox yaxşı yazılıb. Dediyi markalar, brend, təəssüf ki, illərlə özünü ispat etmiş markalar.